Çindən Avropaya uzanan yeni ticarət marşrutlarının ən qısa, ən təhlükəsiz və ən etibarlı nöqtəsi Azərbaycandır. Bu coğrafi üstünlüyü iqtisadi gücə çevirmək bugünün ən böyük vəzifəsidir. Bakının Hilton otelində bu vəzifənin yeni platforması TEI Forum 2026 rəsmi şəkildə elan olundu. TEI Forum 2026-nın rəsmi təqdimatını Founder Club-ın rəhbəri Ruslan Dəmirov açdı. O, forumun əsas hədəfini bəyan etdi. Azərbaycanı Çindən Avropaya gedən ən təhlükəsiz, etibarlı və sürətli ticarət yollarının qovşağına çevirmək. Ardınca Forum Təşkilat Komitəsinin sədri Elmir Hacıyev forumun proqram arxitekturasını açıqladı. B2B görüşləri, panel müzakirələri, startup proqramını və sərgiləri barədə məlumatları bölüşdü. Maliyyə innovasiyaları üzrə ekspert Orhan Məmmədzadə innovasiyanın ticarət modellərini necə dəyişdirdiyini vurğuladı. Enterprise Azərbaycanın rəhbəri İsa Qasımov isə Enterprise Azərbaycan çərçivəsindəki Startup School 4-5x500 startup proqramından seçilən ən yaxşı 50 startupın forumda beynəlxalq investorlara təqdim olunacağını bəyan etdi. Təqdimat mərasiminin ən yüksək protokolanı beynəlxalq diplomatik nümayəndələrin çıxışı oldu. Qırğızistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamitqanov, Qazaxıstan Respublikasının səfiri cənab Alim Bayel və Özbəkistan Respublikasının səfiri Bahrom Əşrəfxanov çıxış edərək forumun regional əməkdaşlıq baxımından strateji vacibliyini vurğuladılar. Türk Ticarət Mərkəzinin və Qırğızistan Ticarət Palatasının rəhbəri cənab Yılmaz Okuqlu ticarət əlaqələrinin genişləndirilməsində bu forumun rolunu qeyd etdi. Həmçinin təqdimat mərasimində Milli Məclisin deputatları Razi Nurullayev, Vüqar Bayramov, Müşfiq Cəfərov da iştirak etmişlər. Forum təbii ki, bir tərəfdən həm ixracatın istismarlaşdırılması, eyni zamanda real sektoru dəstəkləməsi və real sektorda sahibkarlar arasında münasibətlərin qurulması baxımından vacibdir. Bilik əsaslı iqtisadiyyatın qurulmasında bu cür təşkil olan TEI Forum kimi forumların rolu, əhəmiyyəti çox böyükdür. TEI Forum Azərbaycanlı sahibkarlar üçün çox möhtəbər bir hadisədir və biz də bu forumun təşkilatçısı və iştirakçısı olmaqdan qürur duyuruq və həyəcanlıyıq. TEI Foruma qatılmaqla beynəlxalq əlaqələrin genişləndirilməsi, ticarət sahəsində imkanların artırılması və gələcəyin tətbiqatını indidən öyrənmiş olacaqsınız. Bütün investorları, iş adamlarını, ticarətçiləri, ixracatçıları, istehsalçıları, yeni ticarətə atılacaq olan iş adamlarını, əlaqələrini inkişaf etdirmək istəyən bir çox iş adamını bu tədbirə dəvət edirik. İndi hədəf daha böyükdür. 30-31 oktyabr tarixlərində qlobal ticarət və innovasiya sənayesinin qapıları Bakıda açılır. TEI Forum 2026-nın strateji tərəfdaşı olun və qlobal dəyişimin mərkəzində dayanın.